Salam. Bugün sizə qəribə görünə biləcək bir cümlə deyəcəm. Kamera heç vaxt həqiqəti çəkmir. Kamera seçimi çəkir. İnsan gözü otağa daxil olanda hər şey eyni anda görür. Divarı da, pəncərəni də, insanı da, işığı da. Amma kamera bunu etmir. Kamera deyir. Yox, mən yalnız bunu göstərəcəm. Və məhz bu andan etibarən tamaşaçının düşüncəsi idarə olunmağa başlayır. Çünki kino göstərdiklərlə yox, göstərmədiklərlə danışır. Təsəvvür edin. Bir ata evə gəlir. Oğluna baxır. Heç nə demir. Əgər biz yalnız atanın üzünü göstərsək, tamaşaçı onun nə düşündüyünü axtarmağa başlayacaq. Əgər yalnız uşağın üzünü göstərsək, artıq hekayə dəyişəcək. Əgər onların arasındakı məsafəni göstərsək, sözsüz də hiss edəcəyik ki, aralarında görünməyən bir divar var. Baxın, hadisə dəyişmədi. Sadəcə seçim dəyişdi. Görüntü rejissorda hər gün yüzlərlə qərar verir. Harda dayanım, nəyi göstərim, nəyi gizlədim, işıq hardan gəlsin, kölgə nəyi örtsün. Bu qərarlar texniki görünür, amma onların hər biri psixoloji qərardır. Çünki tamaşaçı kameranın baxdığı yerə baxır. Kameranı görmədiyini isə çox vaxt hiss etmir. Elə buna görə yaxşı görüntü rejissoru gözəl şəkil çəkən adam deyil. O tamaşaçının diqqətini idarə edən insandır. Bəzən bir addım sağa keçmək bütün hekayəni dəyişir. Bəzən bir neçə saniyə artıq gözləmək bir insanın daxili aləmini açır. Kino obyektivlə yox, seçimlə yaranır. Kamera sadəcə alətdir. Əsas olan ona baxan insandır. Çünki hər kadr cavab deyil, bir sualdır. Və tamaşaçı o sualın içində öz hisslərini tapır. Mənə görə görüntü rejissoru kadr qurmur. O tamaşaçının baxışını istiqamətləndirir.